Avropanın meteosat peş məlumatların təhlilərinə əsasən xüsusilə də hazırda Qafqazın şimalında lokal xarakterli, lakin intensiv ekstratropik tipli siklon sisteminin aktiv inkişafı müşahidə edilir. Nəticədə Qafqazın şimal ərazilərində, Şimali Qafqazda yenidən şiddətli leysanların yağması ehtimalı var. Bu sistemin hərəkət istiqaməti nəticəsində yenidən Aralıq dənizinin şərqindən intensiv xarakterli rütubət dağ axınlarının artıq Azərbaycanın xüsusilə də şimal-qərb rayonlarına, Naxçıvana, Böyük Qafqaza, Kiçik Qafqaza, Gəncə Qazaxa və Dağlıq Şırvan arasına doğru lokal xarakterli intensiv topa yağış və laylı yağış buludlarının daşınması müşahidə edilir. Bu prosesin faktiki olaraq inkişafı onu göstərir ki, mart ayının 31-i axşam saatlarına qədər olan müddət ərzində Azərbaycanın Gəncə Qazax ərazisində, Naxçıvanda, Kiçik Qafqazda, yəni Daşkəsən, Gələbəcə, Əbuzər, Şuşa, Laçın, Xankəndi, Zəngəzur, Zəngilan ərazisində, eyni zamanda Böyük Qafqazın Balaçan, Zaqatala, Şəki, Qaf, Oğuz, Qəbələ, Şimali, Şəmaq, Xızı, Quba, Qusar, Xaçmazda, eyni zamanda mərkəzi alanda və Cəlilabad asrada qısa müddətli yağış yağması, xüsusilə də Böyük Qafqazda, Gəncə Qazaxda və Böyük Qafqazın şimal-şərqində, Dağlıq Şırvan arasında isə bu yağışın lokal xarakterli şiddətli olması ehtimalı var. Nəticədə çaylarda sululuğun yenidən artması və lokal sel daşqın su basma hasarının artması ehtimalı var. Ümumilikdə isə Kür çayında, Varas çayında sululuq artacaq. Çünki həm Gürcistan ərazisində, həm də qonşu Türkiyə ərazisində yağıntılarda kəskin artım gözlərilir. Nəticədə qarın əriməsi nəticəsində sular artır. Həm də ki, leysan yağışlarının təsirindən artıq bu proses daha da güclənir. Məsələn, Kür çayının yuxarı axırında, Kür çayının aşağı axırında, Varas çayında sululuqda artım ehtimalı var. Təbii olaraq cürsulluq dövrüdür. Lakin 2026-cı ildə isə bu cürsulluğun bir qədər ötən illərlə müqayisədə daha çox olması gözlənilir. Çünki Super El Niño dövründə daha çox Qafqaz regionunda və Xəzər hövzəsi ölkələrində yağıntılarda bir xeyli artım müşahidə edilir. Faktiki olaraq biz bu proseslərin artıq ilkin siqnallarını görürük. Yəni ümumilikdə mart ayının 31 axşama doğru, axşam saatlarına qədər Azərbaycan ərazisində arabir lokal qısa müddətli yağış yağması ehtimalı var. Lakin xüsusilə də artıq aprel ayının 1-2 ölçüsündə temperaturda artım gözlənilir. Ən isti temperatur aprel ayının 3-də olacaq. Aprelin 3-də maksimal temperatur hətta müsbət 20-25 dərəcədən yüksək ola bilər. Aprel ayının 4-dən 9-na qədər isə yenidən Azərbaycan arasında hava şəraitinin tez-tez dəyişilməsi üçün münbir şəraitinin yaranması gözlənilir. Bu barədə yenilənmiş məlumatların təhlilləri kanalda yayınlanacaq.